Bugün sizlərə paylaşmış olduğum 5 dənə günün suallarından biologiya suallarının izahını verəcəm. Deməli, ilk sualımız da belədir ki, aşağıdakılardan hansı zoğdur? Soğan bitkisinin insan tərəfindən yeyilən yer üstü yaşıl hissəsi. Deməli, ilk öncə biz bilməliyik ki, soğanın şəkil dəyişməsi, zoğ olan hissəsi yer üstü deyil, yer altı hissəsidir. Ona görə birinci ifadə yanlışdır. Banyanın gövdədən inkişaf edərək dayaq funksiyası yerinə yetirən orqanı. Biz bilirik ki, banyanda yeriyən köklərdir, hansı ki, dayaq köklər rolunu oynayır. Və burada şəkil dəyişmiş orqan zoğ deyil, kökdür. Ona görə bunu da çıxırıq. Kaktusun tikana çevrilmiş orqanı. Kaktusun biz bilirik ki, yarpaqları tikana çevrilib. Ona görə bu da deyil. Y variantına baxsaq, noxudun dayağa dırmaşmasını təmin edən yerüstü şəkil dəyişmiş hissəsi bığcıqdır. Hansı ki, bu bığcıqlar noxudun yarpağının şəkil dəyişməsidir. Ona görə bunu da götürmürük. Çayırın ehtiyat qida maddələri toplayan yeraltı şəkil dəyişmiş gövdəsi kökümsovudur. Hansı ki, kökümsov da zoğdur. Ona görə cavabımız olacaq D variantı. Növbəti ikinci sualımıza baxaq. Deyir, qrafikdə müəyyən bir növün populyasiyadakı fərdlərin sayında baş verən dəyişkənliklər əks olunmuşdur. Grafikə əsasən səhv bəndi müəyyən edin. Yəni, biz grafikə əsasən səhvi seçməliyik. Bizə fərdin sayının zamandan asılılığı verilibdir. Hansı ki, gəlin ifadələri oxuyaq. Deyir, T3 zamanında fərdlərin qidası bol olmuşdur. Hansı ki, burada qrafikdə bir balaca sürüşmə olub. T1 hissəsi bu aralığa düşməlidir. T2 hissəsi bu aralığa, T3 hissəsi bu aralığa. Deməli, burada fikir verirsiniz ki, T3 zaman aralığında fərdlərin sayı artıb. Fərdlərin sayı artıbsa, qida bol olmuşdur. Bu doğrudur. T1 zamanında populyasiyada doğulan fərdlərin sayı ölən fərdlərin sayına bərabər olmuşdur. Əgər qrafikimiz sabitdirsə, burada yeni doğulan fərdlərlə ölən fərdlərin sayı bir-birinə bərabərdir ki, sayı nə artmayıb, nə azalmayıb. Ona görə sabitdir, B düzdür. C-də T2 zamanda növün düşmənlərinin sayı azalmışdır. T2 zaman anında fərdin sayı azaldığına görə, deməli, ya düşmənlərinin sayı neyiniyib? Artmışdır. Ona görə də burada azalmışdır yazır. Səhv olan cavab C-dir. Digərlərini də oxuyaq. T3 zamanında populyasiyada doğum sayı ölüm sayından çox olmuşdur. T3 zamanında doğulanların sayı ölənlərin sayından çoxdur deyə fərdlərin sayı artıb. Bu da doğrudur. T2 zamanında cütləşən fərdlərin sayı azalmışdır. Bəli, cütləşən fərdlərin sayı azaldığına görə yeni fərdlər yaranmayıb və buna görə də fərdlərin sayı azalıb. Bu da doğrudur. Bu tipli ekologiyaya aid suallar qəbul imtahanında daha çox istifadə edilir. Sonra növbəti üçüncü sualımız. Şəkildəki orqan haqqında hansı ifadələr doğrudur? Açıq sualdır. Bunu seçməliyik. Gördüyünüz orqan böyrəkdir. Deyir, insanda qarın boşluğunda yerləşir. Bu doğrudur. Üzərində qarışıq sekresiya vəzi olur. Qarışıq deyil, daxili sekresiya vəzi olur. Hansı ki, konus şəkilli hər böyrəyin üzərində bir ədəd olan bir cüt böyrək üstü vəzi yerləşir. Arteriya, kapilyar arteriya istiqamətində damarlara sahibdir. Bu da doğrudur. Normalda qan, arteriya, kapilyar, vena bu ardıcıllıqla axmalıdır bütün orqanlarda. Amma böyrəkdə istisna bu damar axma istiqamətindən əlavə arteriya, kapilyar arteriya istiqamətində də damarlar var. İlk dəfə dəyirmi ağızlılarda yaranıb. Xeyr, bioloji süzgəc rolunu oynayır. Bəli, bu bizim böyrəyimiz filtr rolunu oynayır. Qanın təmizlənməsində yəni süzgəc rolda oynayır deyə bilərik. Burada cavabımız olacaq 1, 3, 5. Növbəti keçək 4-cü suala. 4-cü və 5-ci nömrəli suallar. Seleksiya və genetikaya aid olan suallar. Bunlar ki, mənim dərslərdə şəxsi şəkildə istifadə etdiyim sınaqlara aid testlərdən götürülüb. Deyir, hansı cins və sortlar təsadüfən gözlənilmədən meydana çıxmışdır? Təsadüfən gözlənilmədən meydana çıxırsa, bu mutasiya nəticəsində yaranan növ və cinslər olmalıdır. Mutasiya nəticəsində də yaranan növ və cinslər alçaq boylu at cinsi, sonra qısa ayaqlı ankon qoyun cinsi, bütöv yarpaqlı və yaxud da çiyələk, sallaq və piramida şəkilli ağaclar. Ona görə cavabımız olacaq C. Gözlənilmədən təsadüfü dediyinə görə mutasiya götürmək lazımdır.
Keçək 5 nömrəli sualımıza. Talasemiya autosom natamam dominant əlaməti kimi nəslə ötürülür. Homozigotlarda xəstəlik çox zaman ölümlə nəticələnir. Natamam dominantlıqdırsa, resessiv olanlarda ölümlə nəticələnirsə, onda belə desək ki, kiçiyə olan fərdlər ölür. Böyüyə olanlar sağlam olur. Böyüyə kiçiyə olanlar isə belə deyək də, burada da deyir ki, heterozigotlarda isə xəstəlik nisbətən yüngül formada olur. Valideynlərdən biri talasemiya xəstəliyinin yüngül formasından əziyyət çəkir. Yəni yüngül xəstəlik keçirir desək. İndi valideynimizin biri, tutaq ki, ana daşıyıcıdır və yaxud da yüngül formada keçirir. Ata isə sağlamdır, digər valideyn. Bunu isə böyüyə götürək. Bu çarpazlaşmadan biz alacağıq böyüyə kiçiyə və böyüyə. Lap dərinliyə keçəsi olsaq, bu bizə böyüyə, bir də kiçiyə verər. Bu isə bizə yalnız böyüyə verər. Bununla bunu çarpazlaşdırsaq böyüyə. Bu və bunu çarpazlaşdırsaq böyüyə kiçiyə. İndi deyir, bu cür ailədə valideynlərdən sağlam uşaqların doğulma ehtimalı neçə faizdir? Sağlam doğulan 1-1 nisbətindədir, yəni 50%dir. Cavabımız olacaq C variantı. Gündəlik suallar qrupumuza qoşulmaq istəyən əziz abituriyentlər və müəllimlər, qrupumuzun ödəniş qiyməti 10 azındır. 051 447 0251 bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz.